xalqımıza isə onu demək istəyirəm ki, hər kəs fərqində olsun ki, Azərbaycan xalqının hazırda yaşadığı imkansızlıq, işsizlik, yoxsulluq, hər gün demək olar ki, vergilərin, rüsumların, aksizlərin, cərimələrin, qiymətlərin artması, üzləşdiyimiz haqsızlıqlar, hüquqsuzluqlar, bunların hamısı ölkədəki siyasətlə, ölkə hakimiyyətinin zəbt edilməsi ilə bağlıdır. Mən onu deyə bilərəm ki, kasıbların evi yıxıldı. Maddi vəziyyət gün-gündən gərginləşir. Yuxarı təbəqə, aşağı təbəqəni müflisləşdirir və yolçu günlər salır. Bizim prezident hara baxır? Yanacaq var, neft var, qaz var. Ölkə daxilində hərc-mərclik edir. Bizim yuxarıda oturan Milli Məclisin deputatları nəyə baxır? Xalqın bu günə salmaq olmaz. Buna qarşı-qarşıya durmaya əmələ gələcək. Buyuruz. O deyə bilərəm, çox çətindir. Bir dənə mən deyə bilərəm ki, çox çətindir. Çox biz vəziyyətdə yaşayırıq, özü də çox çətindir. Verə bilmirəm. Neynəməyə fikirləşirsiniz də? Bilmərəm mən o mən bilmərəm. İndi mənim cavanlarım bilər, vallahi elə fikirdən çaşbaş qalmışam. Vəssalam. Qaz qalxır, nəmişlik qalxır, o qalxır, metro qalxır, hər bir şey qalxır. Sərf eləmirsiniz ki, ona görə bütün Azərbaycan hamısını qaçır. Hamı qaçıb gedir. Mənim üçün çox çətindir. Mənim də qazımın qiyməti onların içinə indi o nətər olur. Əlbəttə ki, çətindir. Ölkə hakimiyyətinin zəbt edilməsi ilə bağlıdır. Əgər bir ölkədə məhkəmə olsa, azad mətbuat olsa, parlament normal fəaliyyət göstərsə, hakimiyyət seçki yolu ilə sizin səsinizlə dəyişsə, formalaşsa, sizin indi qarşılaşdığınız problemlərin hamısı həll oluna bilər. Axı cavanlarımız bazarda nə işləri var valla? İş yox, güc yox. Gəlirlər bazara. Bazarda da bir-birinin sözü düz gəlməyəndə dava eləyirlər. Sonra da çıxır iş polisə. İndi polis də bunun üçün çıxır. 1000 sən gətir, 800 də bu gətirsin. Valla bu yaxşı işdir. Hə? Belə olmaz. Bizim prezident, onun işləri var ha, əlində altı işləyənlər. Onlar düzgün eləmirlər. Başa düşdün? Pensiya ver cəmaata qoy yaşasınlar, qoy yaşayaq. Mənim burada nə işim var? Gedək öz evimizdə oturaq, pensiyamızı ala yeyək də. Bugün qiymət budur, bir saatdan sonra budur, bir saatdan sonra lap qalxır yuxarı. Özünüz ki, baxmırsınız, nə qazandıq? Aya vur qazandı, 10 manat, 300 manat, 280 manat pul eləyir. Heç nə, işıq pulu gəlir, qaz pulu, hava pulu, indi hava pulu çağırdıblar. Bəs salon, söyle, getdi. Başqa bir işlə bağlı, hər hansı... İş vermirlər axı bizə. Bizə iş vermirlər, iş yoxdur deyir. Hara gezir, iş yoxdur. Od qiymətinə, nə gəliş var, nə gediş var. Çox pis vəziyyətdir. Yəni, belə deyim də, buradan qazandığınız gəlir, sizi qane eləyir mi? Yox, vallah, yox. Eləməyir. Nə eləyir, nə var ki, nə eləyir. Bir çox çətinlik oldu, bazar olmadı. Qazandığınız gəlirin sizi qane eləyib eləmədiyi ilə bağlı. Qane eləmir. Danışa bilərsiniz. Güvəncidən bir balaca babat olur buradakı insanlar. Sən bunların mənəsinə baxmayın. Bu neynəsin, bu da geçsin, yolda qayıya versin, sonra radara düşsün, eləsin, bu gəl çıxır belə də, 10 metrdə bir radlardır. Cəmaatın vəziyyəti nə gündədir? Yəni, sizi qane eləyən... Elə bir də, nə edəyim? Eləməyən odur ki, kəsçi öz malını bura gətir çıxardana qədər zülüm çəkir. Ona görə də bazarda da qiyməti qartır. Belə dayılardan fəxr edir. Bəs nədər, yolda 10 dənə qayı saxlayır, pulunu alır, o birisi pulunu alır, bu da qoy birisine satmalıdır da. 110% demək olar ki, qalxıb. 100%-dən də çox qalxıb, düzdür. Amma mən görmürəm ki, bizim müavinatlarımız, pensiyalarımız, nə bilim mən, maaşımız 100% qalxıb. Var, elə bir şey var, ölkədə yox. Yəni, bu qalxım sizdə müştəri sayının azlığına səbəb olur, yoxsa yox? Yəni, müştəri sayının azlığına səbəb olmur. Müştəri bugünkü gündə bir şey 10 kilo alan, məsələn, kartoşkanı 2 kilo alır. Gücü satmır da olmalı. Və sizin qazandığınız gəlir sizi qane edir mi? Xeyr. Biz ancaq repetitorlara işləyirik. Repetitor bilirsiniz də nədir? Ay sağ ol. Biz ancaq bizim kimi, bizim pokoleniya repetitora işləyir. Mənim 2 dənə uşağım oxuyur. Məsəl üçün, mən 5 dənə repetitora gedir mənim uşağım. Məcburam verir.